Bugün bu arkamda gördüğünüz qatarı sizlerle beraber inceleyeceğiz. Göre qatarın daxilində neler var. Yani 6 illik həsrət sona çatdı. 6 il sonunda Tbilisi-Bakı qatarı hal-hazırda Tiflis beynəlxalq dəmir yolu vağzalındadır və dayanıb indi biz yaxınlaşıb bu qatarın funksiyalarını inceleyəcək. Görək qatar daxili necədir? Qatarın daxilində ümumi olaraq vəziyyət necədir? Burada vaqonlarda maraqlı bir xüsusiyyət var ki, hər vaqonun özünün müstəqil generator sistemi var. Buradakı çıxış borularından da üstündən də görürsünüz ki, hər vaqon özü sərbəst şəkildə öz hərəkət zamanı elektriğini təmin edə bilir. Bilməyənlər üçün qeyd edim ki, bu tipli adətən qatarlar dizel lokomotivləri vasitəsilə dartılır. Yəni dizel yanacağı elektrikə dönür. Elektrik isə elektrik motorlarını hərəkət etdirərək qatarı, yük qatarını, sərnişin qatarını dartır. Burada isə mən müşahidə edirəm ki, demək olar ki, bir də bu vaqonu çıxmaq şərti ilə digər bütün vaqonlarda bu formada özünə aid daxili generator sistemi mövcuddur.